Bugün birlikte rayondaki bağımıza kebab çekmeye ve payızın son günlerinde təbiətdən zövq almağa gedirik. Toyuğu marinə edəcəyim sosu isə ChatGPT-dən soruşdum. Dediyi kimi qatıq, duru yağ, mayonez, limon suyu, duz, istiyot, kəklik otu və rozmarini qarışdırıb toyuqları sosda 2 saat gözlətdim. Vaxtım az olduğu üçün sadəcə 2 saat saxlada bildim, amma sizin əgər vaxtınız varsa çox yaxşı olar ki, minimum 4-5 saat sosda saxlayasınız. Lazım olan ərzaqları da yığıb yollandıq bağa. Elə bütün əşyaları, qab-qacaqları evdən bağa daşımaq da işin ən çətin mərhələsi idi. Toyuqları bişirəcəyim odu hazırlayıb lazım olan istiliyə gətirənə kimi kömürün üstünə hərdən bir su əlavə etdim. Toyuqları şişə çəkib manqala düzdüm. Bişənə kimi bir neçə dəfə döndərib alıb qalxanda isə duzlu su səpdim. Bişmiş kebabları şişdən alıb qazana doldurdum. Ağzını da qapaqla örtüb alovu zəifləmiş manqalın üstünə qoydum ki, süfrə hazır olana kimi həm kebab öz buğuna daha da yumşalsın, həm də süfrəyə verilənə kimi isti qalsın. Bu arada da stolun üstünə evdə hazırladığımız acika, leço, alça, kələm, xiyar turşusu, çoban salatı, bir neçə gün öncə hazırlayıb sizlə də paylaşdığım nar şərabı, çörək, nar kompotu ilə bəzədik. Ən sonda isə manqalın üstündə gözlətdiyim qazandakı kebabı boş qaba əlavə edib üstünə də öncədən hazırladığımız kişniş, şüyüt, soğan və narlı qarışımı əlavə etdik. Təbii ki, biz yeməyimizi yeyəndə yanımıza gələn qonağımızı da unutmadıq və onu da kebabımıza qonaq etdik. Təbiətin qoynundakı kebabdan sonra ən gözəl nə gedə bilər? Təbii ki, samavar çayı. Biz də çayımızı dəmləyib, içib, daha sonra isə biraz ailə üzvlərimizə söhbət edəndən sonra evə yollandıq. Hər kəsin Christmas'a hazırlaşdığı bir dönəmdə bugün mənim üçün payızın son günlərində onu tam hiss edə bildiyim bir an oldu. Növbəti videolarda görüşənədək hələlik.